Deməli əziz sürücülər, bura Binəqədi rayonu Süleyman Sani Axundov küçəsidir. O gördüyünüz kəsişmə də Əhməd Rəcəbli küçəsinin başlanğıcıdır. Yəni oranın kəsişməsidir. Məsələ nədir? Düzü burada qoşa xətt çəkilib. Burada qoşa xətt 1.3 xəttidir. Orada düz çəkilmir. Çünki orada bir zolaq görürsüz. Və 69-cu maddədə yazılıb ki, qoşa xətt minimum 4 zolaqlı yollarda əksi ayırır. Siz orada məcburi düzünə sağa nişanını görürsünüz. Oradan bəzi sürücülər dönmə siqnalı yandırmadan sağa dönür və o kəsişmədə də, yəni həmin yolda da yol patrul xidməti piyada xidmət aparır və həmin sürücüləri saxlatdırır. Və ümumiyyətlə bilirsiniz ki, sürücülər 6 halda saxlanıla bilir. Sürücünün sənədlərini yoxlamaq üçün ancaq stasionar postlara saxlanıla bilər. Bu 85-ci maddədə 6 halda sürücülərin saxlanmasında qeyd olunur ki, birincisi yol hərəkət qaydalarının pozuntusu vizual şəkildə aşkar edildikdə. Əvvəllər bu 85-ci maddənin 2-ci bəndə yazılır ki, xüsusi texniki göstəricilərlə ya xüsusi texniki vasitələrin köməyi ilə də aşkar edildikdə artıq o bənd yığışdırıldı. O bəndə görə, yəni kameralarla yaxud digər vasitələrlə aşkar olunan qayda pozuntusuna görə sürücü saxlanıla bilməz. Onda artıq anında cərimə göndərilir sürücüyə. Amma bu dönmə siqnalı yandırmadan hərəkət etmək, yaxud manevr etmək bu qayda pozuntusudur. Və qarşıdan gələn sürücülər də görürsünüz. Yəqin ki, oradan dönmə siqnalı yandırmadan sola dönən sürücülər görürsünüz. Və ikinci məsələ, sual verirlər ki, bəs 4-1-4 yox, məsələn 4-1-2 olsaydı, yəni məcburi sağa nişanı olsaydı bu yerdə, biz dönmə siqnalı yandırmalıyıqmı? Yəni bu yol məcburi hər kəs sağa dönür, yerdə nişanlanma xəttləri sağı göstərir, fərz eləyək. Dönmə siqnalı yandırılmalıdırmı? Bəli. Çünki yol hərəkəti haqqında qanunun 42-ci maddəsində dönmə siqnalları birinci bənddə qeyd olunub ki, hansı hallarda yandırılar. Yadda saxlayın ki, dönmə siqnalları 2 halda yandırılır. İndi o 2 halı deyəcəm. Dönməzdən qabaq, ötməzdən qabaq, dayanmazdan qabaq, müvafiq istiqamətdə dönmə siqnalı yandırılmalıdır. Bəzən qəsdsiz eləyib dönmə siqnalı yandırmırıq və bizi yol patrul xidmət əməkdaşı vizual görür və saxlatdırır. Ondan sonra digər sənədləri yoxlayır, yaxud işıq cihazlarından digər problemləri yoxlayır haqlı. Amma səbəb nədir saxlamağa? Biz vizual şəkildə qayda pozuntusu edirik. Yəni dönmə siqnalı yandırmırıq və biz dönmə siqnalları söndürülməlidir. Manevr tamamlanandan bilavasitə sonra. Yəni biz döndükdən sonra dərhal dönmə siqnalları kəsilməlidir və sən onu söndürənə qədər onu görürsən ki, həqiqətən də sən dönmə siqnalları yandırmadın. Bəli, burada məcburi sağa nişanı olsaydı belə biz yenə də dönmə siqnalı yandırmalıyıq sağa. Bəs dönmə siqnalları hansı hallarda yandırılmır və bizi yol patrul xidməti hansı hallarda saxlaya bilər? Bunu bilirəm ki, ən çox maraqlı olan hissə budur. Dönmə siqnalları yandırılmır təhlükəli döngələrdə zolaq dəyişmədən hərəkət ediriksə. Yol ayrıcı olmayan hissədir. Tək yolun qabarıq əyintili hissəsidir. Yəni yol əyridir. Dağ yollarında yaxud Bakının hansısa bir yolun relyefi əyri olan yerlərdə biz hərəkət ediriksə, istiqamət dəyişmək hesab olunmur. Yol burulur. Yəni qabarıq əyintili hissədir. Burada dönmə siqnalına ehtiyac yoxdur. İkincisi, 42-ci maddənin 3-cü bəndində qeyd olunub ki, dönmə siqnalları digər hərəkət iştirakçılarını çaşdıracaqsa, onları yandırmamalıyıq. Bəzən görürsən elə bir yerdə dönmə siqnalları, fərz eləyək ki, sən bu yolla gəlirsən, yol ayrıcından dərhal sonra sən dayanmaq istəyirsən. Sən dönmə siqnallarını burada yandırmamalısan. Burada yandırsan, düşünəcək hamı sən sağa dönürsən. Sən kəsişməyə daxil olduqdan sonra dönmə siqnalı yandırırsan. Yəni müəyyən yerlərdə yandırırsan, müəyyən yerlərdə yandırmırsan. Məsələ budur. İkinci məsələ, bəs yol patrul xidməti bizi başqa hansı hallarda saxlaya bilər? Birinci dediyim kimi biz qayda pozuruq və onu o görür. İkinci, digər naryatlardan, yəni digər polis əməkdaşlarından radio cihaz vasitəsilə, yəni efir vasitəsilə, onların əlaqə vasitələri ilə məlumat daxil olduqda, yəni burada yol patrul xidməti görür, digər hərəkət hissəsindədir ki, bu 212 nömrəli avtomobil qayda pozuntusu sürətli 7 istiqamətdə xidmət aparan yol patrul xidmətinə məlumat verə bilir. Bu ikinci haldır. Üçüncü hal, bizə qanuni cərimə yazılır və biz onu qanuni əsaslar olmadan 2 ay müddətində ödəməmişik və buna görə bizim avtomobilimiz barəsində həbs çıxarılır. Bu halda artıq bizim həbsimiz var avtomobilə. Bu halda bizi avtomobilimizi saxlaya bilər. İkincisi, avtomobil axtarışda olanda. Yəni avtomobil axtarışdadır bu halda. Digər hal, sürücü və sərnişinlərin cinayət törətməsi barədə dəqiq məlumat olduqda və nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarananda, hansı ki, polis əməkdaşları tərəfindən yaxud tibb işçiləri tərəfindən saxlanıla bilər. Saxlanma səbəbi budur ki, eyni səmtə gedən səhiyyə işçiləri, hansı ki, tibbi yardım göstərmək üçün gedir, onlar sürücünü saxlatdıra bilər, onun avtomobilinə istifadə edə bilərlər. İkinci məsələ, polis əməkdaşları təxirə salınmaz tapşırıqları yerinə yetirmək üçün, yaxud yük avtomobili sürücülərindən qəza zamanı, yol nəqliyyat hadisəsi zamanı zədələnmiş avtomobilləri aparmaq üçün onun avtomobilindən istifadə edə bilərlər, yaxud da təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımaq üçün də sürücünün nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarana bilər. O halda da
sürücülər saxlanıla bilər. Diqqətiniz üçün təşəkkür edirəm. Qaydaları pozmayın və pozmasanız görəcəksiniz ki, həyat necə də gözəldir. Təşəkkür edirəm.